Bu il Məhərrəm ayı iyun ayının 27'sinde başlayır. Tasva günü ise iyulun 5'ine, Aşura iyulun 6'sına təsadüf edəcək. Bu barədə Mardininin mərkəzi İmam Əli Məscidinin axundu İmam Cümə Hacı Hacıyev məlumat verib. Bildiyimiz kimi Məhərrəm ayına sayılı günlər qalıb. İnşallah Məhərrəm ayı iyun ayının 27'sinde başlayır, yəni cümə günü. Və Məhərrəm ayı bildiyimiz kimi əza günləridir, matəm günləridir. İmam Hüseyin əleyhissalamın şəhadətə yetişdiyi günlərdir. Ona görə də çalışaq bu günləri qəmli, qüssəli olaq və bu günlərə ehtiram eləyək. Necə ki Peyğəmbər buyurur: İnnəl Hüseynə misbahul huda və səfinətun nicah. Həqiqətən Hüseyin hidayət çırağı və nicat gəmisidir. Bütün xalqımızı, Allahı sevənləri, Əhl-i Beyt sevənləri bu günlərdə əzalı olmağa, qəmli olmağa, matəm saxlamağa dəvət edilir. Qeyd edək ki, İslam tarixində mühüm əhəmiyyət kəsb edən bu günlər Hicri qəməri təqvimi ilə 61-ci ildə baş verən Kərbala hadisəsi ilə bağlıdır. Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseyin, onun ailə üzvləri və tərəfdarları Kərbalada şəhid ediliblər. Torpaq üstə canır qəy, daimən həsrətdən ağlar gözlərə qurban qəy. Məlumat üçün bildirək ki, Gürcüstanda müsəlmanların kompakt şəkildə yaşadığı rayonların əksəriyyətində Məhərrəm ayı ilə əlaqədar olaraq uzun illərdir matəm mərasimləri təşkil olunur. Son 10 ildə isə xüsusilə Mardin bələdiyyəsi başda olmaqla müsəlmanların yaşadığı digər bələdiyyələrdə, qəsəbə və kəndlərdə 10 gün ərzində yollarda İmam Hüseyin ehsanı paylanılır.